Banka kredit borcunuz var. Bank sizin bu borcunuzla bağlı məhkəməyə müraciət eləməyib, lakin iş yerinizə icra şöbəsindən məktub gəldi və sizin əmək haqqınızdan hansısa bir faizdə məbləğdə pul tutulması göstəriş kimi iş yerinizin mühasibatlığına gəlmişdir. Bu nə ilə bağlıdır və belə şeyin əsası nədən ibarətdir? Azərbaycanın qanunvericiliyi icazə verir ki, məhkəmə qərarı olmadan onu əvəz edən notariusun icra qeydi deyilən bir sənədlə icra qeydi çıxarılsın və bank bu zaman notariusa müraciət edir, həmin o notariusun icra qeydi çıxır və həmin icra qeydi birbaşa icra olunması üçün icra şöbəsinə gedir və icra şöbəsi də sizin işlədiyiniz yerə, iş yerinizin mühasibatında göstəriş xarakterli müraciət edir və həmin müraciət əsasında sizin əmək haqqınızdan tutulur. Yəni bildiyimiz kimi artıq Azərbaycan qanunvericiliyinə görə məhkəmə qərarının olmadan belə notariusun icra qeydi vasitəsilə banklar sizə qarşı öhdəliklərlə bağlı iddia qaldırır, ərizə verir və həmin ərizənin nəticəsində sizin əmək haqqınızdan rəsmi qaydada pul tutulur. Bunun qarşısını almaq mümkündürmü? Bəli, mümkündür. Əgər belə bir halla rastlaşmısınızsa, yəni sizi məhkəməyə çağırmadan əmək haqqınızdan rəsmi qaydada iş yeri tərəfindən pul tutulursa, bu zaman müraciət edin, bu prosesin qarşısını almaq mümkündür. Bunu mən demirəm, bunu qanun deyir.